Çox dəyərli izləyicilər, xoş gördük sizləri. Bugün Şamaxı Dam Örtüyü Zavodu Doğan İnşaatın məhsullarının evlərdə istifadəsi sizə təqdim edəcəyik. Ümumiyyətlə, məhsuldan vətəndaş razıdır, yoxsa narazı? Bunu öz dilindən eşidəcəyik. Yanımızda Şəhriyar bəy var. Xoş gördük Şəhriyar bəy. Salam, xoş gəlmisiniz. Doğan İnşaatın dəyərli əməkdaşı Aqil bəy var. Aqil bəy, xoş gördük. Biz yenə də Şamaxı elindəyik, Şamaxı torpağındayıq. Bizim məqsədimiz Şamaxı və digər ətraf kəndlərin, qəsəbələrin keyfiyyətli dam örtüyü ilə örtməkdir. Cəmiyyətimizin razılığı bizim üçün əsasdır. Çox sağ olun ki, siz bizi dəvət elədiniz, bizə buradayıq. Ümumiyyətlə fikirləriniz necədir dam örtüyü? Çox razıyıq. Materiallarına söz ola bilməz. Çox keyfiyyətli materiallar, dam örtükləri var. İndi kəstirirsən, ürəyin istəyən ölçünü götürüb gəlirsən. Allah razı olsun. Çox sağ olsunlar ki, Doğan İnşaatda bizi belə dam örtüklərlə təmin edirlər. Çox sağ olun. Buyurun. Drone vasitəsilə kadrları təqdim eləsin. Biz çəkilişimizi yekunlaşdırırıq. Xeyirli olsun. Bu ev həmişə işıqlı, ocağı, isti olsun ki, məhz siz belə bir gözəl addım atdınız, gəldiniz Doğan İnşaata, inandınız, güvəndiniz. Ümid edirəm ki, Doğan İnşaatın əməkdaşları da bundan sonra daha sizin kimi dəyərli müştərilər qazanacaq. Bəli, inşallah. Doğan İnşaat sizə Bizdən qədər yaxın. bəli, sizə bizdən qədər yaxındır. Yolumuzu gözləyib bir gün sizin qapınızı döyə bilərik. Sağ olun. İnşallah.